İnsanlar üçün bir gün rahatlaşıb danışmaqdır. Gözün otururlar, boş boğazlıq edirlər. Çünki niyə görə? İş yox, güc yox. Biz varsa iş belə rahatçılıqdır. Oturub belə heç nə. Daha işi gücü qutarıbdır. Başlayır insanları müzakirə eləmək. Başlayır insanlarla danışmağa. Bu bizdə qabaqlar deyəndə bu kimin sifətləri idi? Hətta belə insanlar qadınlara onu yaraşdırmır. Amma biz o qadınların sifətlərindəndir ki, qadınlar da danışar, oturub belə qeybət eləyər, deyirlər, get filan bəhmən. İndi kişilər keçib bunu. Olmaz belə şeylər eləmək. Yəni bunu heç kiməsə nisbət eləmirik bunu. Allah sınırır bu şeydən. Sadəcə ümumi olaraq vəziyyət budur. Yəni Allah Subhanahu taala bütün xalqımızın, millətin, müsəlmanların halını islah eləsin. Rəbbimizdən diləyirəm. Amma olmaz. Yəni necə bilirsiniz ki, Allah Subhanahu taala Hucurat surəsində bildirir bizə ki, sizdən biriniz meyit qardaşınızın ətini yeməyə razı olardınızmı? Əlbəttə ki, yox. O nə deməkdir? Yəni ki, çox bir pis əməldir bu. Çox pis əməldir. Sən razı olardın meyti yeməyə qardaşının? Yox. Təsəvvür sən o qeybət eləyəndə sanki elə bir o meyitinin ətini yeyirsən. Olmaz. Yəni Peyğəmbər s.ə.v bu ayəni şərh eləyəndə deməli Şeyx Sədi rəhməhullah hədisi gətirir. Deyir, qeybət nədir? Qeybət odur ki, deyir, sənin deyir, qardaşının xoşuna gəlməyən şeyi danışmağın. Bəzi qardaşlar necə başa düşürlər məsələni? Görəm, mən yalan danışmıram ki, olan şey deyirəm da. Qardaş, sən yalan danışmırsan, olan şey deyirsən, elə odur qeybət özü. Qeybət elə odur da, sənin qardaşının xoşuna gəlməyən şeyi danışmağın. O birisi başqa günahdır. Olmayan şey danışmaq böhtandır. Bu başqa günahdır. Qeybət isə budur və böyük günahlardandır. Və ona tövbə eləmək lazımdır. Bəzi insanlar başlayır ki, bunlar indi insanları düzəldən olublar. Otururlar 5 nəfər, 10 nəfər, əgər filankət biri olurlar, filankət bəhmən şeylə. Bilmir ki, bu şeytan bunu oturub boynunda idarə eləyir. Sən insanı düzəltmək istəyirsən, danışdın, getdin, durdun, o adama nəsiyyət elədin. Düzəltmək istəyirsən. Yoxsa sən danışsan 5 nəfərlə, sonra yaysan 10 nəfər, 20 nəfər, 50 nəfər, 100 nəfərə belə yazılır hamısı sənə, bədbax. Allah sənə üzünə tövbə qapısı açsın. Açmasa tövbə qapısı, gedib halallıq almasan ondan qul haqqıdır. Cavab verəcəksən Allah qarşısında. Allah Subhanahu o günahı bağışlamır. Tövbə ilə qardaşlar. Çünki qul haqqıdır. Sən qul haqqını Allah bağışlamır. O ayrıdır. Sən gibi insandan halallıq almalısan.